Həyətdə gəzirsən və ya eyvanda dayanmışsan, bir də görürsən ki, kimsə söndürülməmiş siqareti atdı. Düşünmürlər, yanğına səbəb ola bilər, aşağıdan kimsə keçər başına düşər. Paytaxtda yaşayış binasından atılan siqaret uşaq arabasının üzərinə düşüb. Yaranan təhlükəni təsəvvür eləyin. Uşaq arabası başlayıb yanmağa. Yaxşı ki, bunu tez görüblər. Hadisəni əks etdirən görüntü sosial şəbəkələrdə yayılıb. Xoşbəxtlikdən az yaşlıya heç nə olmayıb. İndi gəlin buna ad qoyaq. Mədəniyyətsizlik desək yerinə düşür. Məsuliyyətsizlik desək o da yerinə düşür. Başqa cür də adlandırmaq olar bu davranışı, amma nəysə. Sujeti izləyək. Hansısa mədəniyyətsiz atıb, siqaret düşüb, yandırıb. İlk dəfə deyil ki, uşaqla burada gəzəndə, burada körpə başqa uşaqlar da olur. Yuxarıdan bəzi sakinlər, mədəniyyətsizlər siqaret çəkirlər və yanan siqareti aşağı atırlar. Görüntülər yaşayış binalarından birinin həyətində qeydə alınıb. Binanın eyvanından söndürülməmiş siqaret kötüyü atan sakin az qala faciəyə səbəb olacaqdı. Atdığı siqaret kötüyü uşaq arabasının üzərinə düşüb. Az yaşlının anası həmin an orada olmasa və ya arabanın üzəri açıq olsaydı, söndürülməmiş siqaret kötüyü uşağın üzərinə düşə, nəticədə o ciddi xəsarət ala bilərdi. Bir çox faciələrə səbəb olacaq bu addımdan sakinlər də narahatdır. Uşaqla gəzirik, birinin kolyeskasına düşür, birinin neçə dəfə başına düşən eşitmişəm. Bir də lap birinin adyalı belə yanmışdı, onu mən gördüm də. Siqareti söndürmədən atırlar. Bəli. Olub ki, sizin eyvana gəlib düşüb. Eyvana da düşüb, bəli. Olub ki, yanından keçmişi qırağa düşüb. Yəni ki, görməsən başına da düşə bilərdi. Təhlükəlidir. Düşər, yanarıq, eləyərik, olmaz. Burada çoxdur uşaq. Binanın qabağından keçən yerə bir siqaret düşüb tüstüləyə. Binaların qarşısından keçəndə ümumiyyətlə insanda narahatsızlıq orada. Paytaxtda apardığımız müşahidələr göstərdi ki, siqareti çəkib binadan yerə atanlar az deyil. Hər hansı bir vətəndaş öz şəxsi ərazisində, öz eyvanda tütün məmulatından istifadə edirsə, mütləq şəkildə külqabı və ya tütün qabısı olmalıdır. Havanın küləkli şəraitindən və yaxud da söndürülməmiş hər hansı bir tütün düşə bilər digər eyvana və yaxud hər hansı bir tez alışan maddənin üzərinə və yanğına səbəb ola bilər. Bu həm deyək ki, vətəndaş üçün təhlükəlidir, həm də əmlak üçün təhlükəlidir. Aidiyyatı dövlət qurumları ilə birgə fiziki, hüquqi, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş təbliğat işləri də həyata keçirilir ki, məhz tütün məmulatlarından istifadə eləyən zaman onların qalığını hara gəldi atmasınlar, təyin olunmuş yerlərə atsınlar. Qanunun bu tələbini pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbih tədbirləri həyata keçirilir. Qanunvericiliyə əsasən tütün məmulatlarını yer atan şəxslər 300 manat məbləğində cərimə edilir. Ağcələskərli Elvin Muradov, ATV Xəbər.